Dəyərli izləyicilər, bugün fevral ayının 23-ü bir son dəqiqə məlumatı diqqətinizə çatdırmaq istəyirəm. Onlar aprelin 1-dən hərbi xidmətə çağırılacaqlar. Prezidentin çağırma və eyni zamanda təxrislə bağlı sərəncamı var, sizə təqdim edirəm. Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının 2026-cı il aprelin 1-dən 30-na dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb. Qlobal Net xəbər verir ki, sərəncamla 2008-ci ildə doğulmuş və çağırış gününədək 18 yaşı tamam olmuş, habelə 1996-cı, 2007-ci illərdə doğulmuş, yaşı 30-a-dək olan Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları 2026-cı ilin aprelin 1-dən 30-na dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar. Həmçinin hərbi vəzifə və hərbi xidmət haqqında qanunun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2026-cı il aprel ayının 1-dən 30-na dək ehtiyata buraxılacaqlar.